Bugün məntiq mövzusundan deməli tərəzilər bölməsinə baxacağıq. Suallara keçməmişdən öncə ilk öncə qeyd edeyim, tərəzilərdə biz hansı üsullardan istifadə edəcəyik? Əvəz etmə üsulundan, daha sonra tərəf-tərəfə toplama, bölmə və çarpaz, toplama üsulundan. Çarpaz, yəni baxın bu formanı deyirəm sizə, çarpaz toplama. Sonra eyni zamanda qarşı-qarşıya bərabər də edə bilərsiniz. Yəni məsəl üçün baxın, adi burada F bərabərdir 2 elə. Bu cür, yəni üsullardan istifadə olunur. Bəzən olur ki, bir sualda, 2 dənə üsuldan istifadə olunur. Ya tərəf-tərəfə toplama, ya çarpaz toplayıb əvəz edə bilərik. Yəni aldığımız cavabı digərində yerinə yazıb hesablaya da bilərik. Bu formada da cavabımızı ala bilərik. İndi keçək deməli suallarımıza. Burada bəzi sualları mən sizə izah edəcəm, hamısını yox. Digərlərində özünüz işləyərsiniz. Yəni hər, suala aid nümunə qeyd eləyəcəm. Çox sadə bir bölmədir. Deməli, birinci suala baxsaq, birinci sualda deyilir ki, aha, deməli mən burada bildiyim üsullardan sadəcə istifadə edirəm. Yəni şərt deyil ki, yəni əzbərçilik lazım deyil. Hansı üsulla alınırsa, əvəz etmə alınmırsa, keçib tərəf-tərəfə toplaya bilərsən, çarpaz toplaya bilərsən. Və yaxud da ki, bəlkə, çarpaz toplayandan sonra əvəz etməlisən. Bax, yəni diqqətli olmaq lazımdır ki, bizdən sonda nə istəyir? Yəni diqqət edəcəyiniz məqam, yəni bax bu sondakı sualdır ki, sizdən, nə istəyir? İndi məsəl üçün, A bərabərdir 3B-yə. 3B-yə, yəni qarşı-qarşıya da bərabər edə bilərsiniz. Əgər 2A-mız 3B-yə bərabərdirsə, bizim axı 1B-miz də 2C-yə bərabərdir. Gətirib yazıram yerinə. B 2C-yə bərabərdir. 2C 2C yə bərabərdir. Məndən 3C-ni soruşur. Baxın 3C 6C. Əgər 6C məndə 2A-ya bərabərdirsə, onda məndə 3C nəyə bərabərdir? 1A-ya bərabərdir. Baxın bu formada da hesablaya bilərsiniz. Sonra keçək digər suallara. Baxaq, məsəl üçün tərəf-tərəfə toplama demişdim. Tərəf-tərəfə toplama baxın bu formada olur. K-nın üstünə el gələndə, 2 el gələndə K el eləyəcək, bərabərdir el S edəcək. Yoxla, yadda saxlayın, əgər bərabərliyin həm sağ tərəfində, həm də sol tərəfində eyni dəyişənlər varsa, yəni siz onları ixtisar edə bilərsiniz. 2 eli burada götürəcəksiniz, 2 eli də burada götürəcəksiniz. Qalır nə? K bərabərdir el S-ə. Deməli 2K-nı soruşur. Eyni zamanda qeyd edeyim ki, S-in də bərabərdir 2 elə. S də bərabərdir 2 elə. Siz diqqətli olmalısınız. Əgər bir K məndən 2K-nı soruşur, mən K-nı elə salmışam. Düzdürmü? Məndən 2K-nı soruşur. Deməli qeyd edeyim burada. Aha. Məndən 2K-nı soruşur. Əgər 2K deməli eləsə, 1K eləsə bərabərsə el S olaraq qeyd edirəm. Baxın, məndə 2 el nəyə bərabərdir? Burada S-ə bərabər idimi? Düzdürmü? Deməli, onun yerinə S yazıram. 2 ilə yerinə 1 S yazıram. S və S. Qalanlarını olduğu kimi qeyd edirəm. Yəni cavabım olacaq deməlidir. Sonra keçək digər suallara. Deməli, baxaq. Məsələn, əvəz etməyə aid sizə göstərim nümunə. Əvəz etmədə necə ola bilər? Məsəl üçün, bu 4 nömrəli suala baxaq. 3K məndən D-ni soruşur. 3K bərabərdir 2D-yə. 3K 2D-yə bərabərdirsə, məndə 1K 2 dənə V-yə bərabərdir. Əgər məndə 1K 2V-yə bərabərdirsə, onda VV formasını yazacağam. D. Baxaq görək 3 6. Əgər mənim 6V 2D-yə bərabərdirsə, məndən 1D-ni soruşur. Ona 1 də bərabər olacaq 3V-yə. Yəni cavabım olacaq A bəndi. Baxın bu formada işləyəcəksiniz. Əgər bir üsul sizə cavabı vermirsə, keçməlisiniz digər üsula ki, nəsə ala biləsiniz. Keçək bu suala, 6 nömrəli suala baxaq. 6 nömrəli sualda bax eynidir. Yəni burada rəqəm hərflərlə veribdir. Burada isə sizə müəyyən bir simvollarla verilib. Yəni eyni şeydir. Yəni burada çaşmayın. Məsəl üçün, çarpaz toplamadan istifadə edək. Çarpaz toplama necə olacaq bəs? 2 deməli kub bərabərdir 3 dənə üçbucaq və bir dənə də ulduza bərabərdir. Baxın, çarpaz topladım. İndi mən buradan baxmalıyam ki, bir kubum onda nəyə bərabər olacaq? Bir kubumda deməli 2 dənə üçbucağa bərabərdir. Bir kubda, baxın burada, bir kubda 2 dənə üçbucağa bərabərdir. Bir kub 2 üçbucağa bərabərdirsə, mən sadəcə yerinə yazmalıyam və hesablamalıyam. Yəni
Əvəz etmə. Baxın, burada tərəf-tərəfə çarpaz topladım və eyni zamanda əvəz etmə üsulundan istifadə edirəm. Yəni, baxın, mənim bir kubum 2 dənə çubucağa bərabərsə, hər kubu deməli, yerinə mən 2 dənə çubucaq qoyacağam. İndi yazaq, yeri hesablayaq. 2-3 bucaq, 2-3 bucaq və 2-3 bucaq. 3 dənə kub var, ona görə bərabərdir, deməli, 3 dənə çubucaq və bir ulduz. Deməli, indi baxıram ki, məndə burada islah getməlidir. İslah gedir. 3 dənə üçbucaq burdadır, 3 dənə üçbucaq burdadır. Onda mənim bir ulduzum nəyə bərabərdir? 3 dənə üçbucağa. Və yaxud da ki, 3 dənə üçbucağım nəyə bərabərdir? 1 dənə ulduza. Cavabım olacaq A bəndi. Yəni mən bir üsuldan istifadə etmirəm. Bir neçə üsuldan istifadə edirəm. 7 nömrəli sual da çox sadə bir sualdır. Məsəl üçün keçək şimdi başqa sual nümunələrinə. Məsələn, 11 nömrəli suala baxaq. 11 nömrəli sualda bizə deyilir ki, 3A bərabərdir C-yə. C bərabərdir 3A-ya A və A-ya. BA bərabərdir CC-yə. BA da bərabərdir C-yə. İndi mən C-nin yerinə 1 C-nin yerinə 3 dənə A yazmalıyam. BA bərabərdir C deyirəm, dəqiqə. Aha. Bir C-nin yerinə 3A yazmalıyam. A, 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 A. Deməli, A-lar ixtisar. Burada deməli A-nın bir ixtisar getməlidir. Çünki burada da var, burada da var. Mütləq getməlidir. Bərabərlik həmişə sağ tərəfdə və sol tərəfdə eyni dəyişənlər olanda, onlar həmişə yəni saylara, yəni eyni ixtisar getməlidir. Saylara, yəni məsələn burada 2 dənəsə, burada 2 dənəsə siz ixtisar aparmalısınız mütləq. 1B bərabərdir nəyə? Deməli, 3, 2. 5 dənə A-ya. Burada baxaq görək mənə nəyə soruşur. Elə məndən 5 dənə A-nı soruşur da bir dənə B-yə bərabərdir. Cavabımız olacaq C bəndi. Sonra baxaq, məsəl üçün simvollara biraz baxaq bu simvollardan. Burada görək 3 dənə bizdən dairəni soruşur. 3 dairəni mən necə tapa bilərəm? Gəlin tərəf-tərəfə toplayaq. Dairə, kvadrat və üstə gələsinin bu kvadrat bərabərdir 2 dənə üçbucaq, bir dənə dairə. Məndən nəyi soruşur? Məndən deməli 3 dənə dairəni soruşur. Baxaq indi. Dairənin biri sağ tərəfdə, biri də sol tərəfdə ixtisar apardım. 2 dənə kvadratım mənim bərabərdir. 2 deməli üçbucaq bir dənə dairəyə bərabərdir. İndi eyni zamanda mən nə etməliyəm ki, mən cavabı ala biləm? Aha. Baxaq, biz mən artıq burdan o tərəfə heç nə ala bilmirəm. Yəni gəldim burada dayandım. Deməli onda əvəz etmə üsulundan istifadə edə bilərəm. Məsəl üçün bir kvadratın nəyə bərabərdir? 2 dənə dairəyə bərabərdir. Bir kvadratın yerinə 2 dənə dairə yazıram və 2 dənə dairə yazıram. Bərabərdir 2 dənə üçbucaq və bir dairə. Dairələrin biri getdi. Deməli 3 dairə bərabərdir 2 üçbucağa. Elə belə 3 dənə dairəni soruşur. O da 2 kvadrata bərabərdir. Yəni D bəndi. Sonra baxaq növbəti suallara. Məsələn, 22 nömrəli suala baxaq. 22 nömrəli sualda da dəyişənlərə biraz baxaq. Görək burada hansı üsuldan istifadə edirik. Məndən nəyə soruşur? 2 dənə C-ni soruşur. 2 dənə C-ni necə tapa bilərəm mən? Gəlin tərəf-tərəfə toplayaq və görək nə alırıq. YB, DD bərabərdir CD və YC-yə. YC-yə. Burada baxırıq ki, Y-lərimiz var. Y-lər var, D-lər var, ixtisar getdi. Qalır BD bərabərdir CC-yə. Deməli 2C-miz bərabər nəyə? BD-yə. Elə cavabımız elə alındı. Yəni tərəf-tərəfə toplamaqla sadəcə bu ifadəni mən ala bildim. Sonra baxaq görək hansı sual ala bilərik. 24 nömrəli suala baxaq. 24 nömrəli sualda məndən bir kvadrat və bir dairəni soruşur yekun cavabda. Məndə deməli 3 dənə ulduzum, 3 ulduzum 2 dairəyə bərabərsə, bir deməli yox, bir də 2 kvadratım bir dənə dairəyə bərabərdir. Sonra məndən nəyə soruşur? Məndən soruşur ki, bir kvadrat, bir dairəni tapın. Deməli 24 nömrəli suallara bir daha baxaq. 24 nömrəli sualda biz bunu tərəf-tərəfə toplasaq, deməli tərəf-tərəfə toplasaq 3 deməli ulduz,
Bir dəqiqə ekran getdi. 3 ulduz və 3 dənə kvadrat bərabərdir nəyə? 2 dairə və 3 dairəyə bərabərdir. Əgər mənim 3 dairəm 3 ulduz və 3 kvadrata bərabərsə, bir dairəm bərabər olacaq nəyə? 1 ulduz və 1 dairə, yəni hərəsindən bir dənəyə. Daha sonra indi mənə nə deyir? 3 kvadratın, baxın 3 kvadratın buradan bərabərliyə baxın. 3 kvadrat əgər bərabərdirsə, bir dairəyə bərabərdirsə, mən dairənin yerinə yaza bilərəm. Ulduz kvadrat yaza bilərəm. Onunla bərabərliyin deməli sağ tərəfində və sol tərəfində gedəcək, ixtisar edəcək. Deməli, bir kvadrat və bir kvadrat getdi. Ulduz bərabərdir nəyə? 2 dənə kvadrata bərabər oldu. İndi məndən nə soruşur? Kvadrat və dairəni soruşur. Mənə dairə, deməli dairənin yerinə yaza bilərəm. Ulduz və kvadrat yaza bilərəm. 2 kvadratın da yerinə yazacağım. Baxın 2 kvadratın yerinə bir dənə ulduz yazacağım. Olacaq 2 dənə ulduz. Cavabım olacaq bir bəndi. Sonra digər suallara baxaq. Məsələn, əvəz etməyə aid bilgilər arasında yazım. Nümunədə göstərim sizə. Əvəz etməyə aid. Məsələn, burada tərəf-tərəfə toplaya bilərik. Bu üsuldan istifadə edək görək, hələ nə alınır? Tərəf-tərəfə toplama. Deməli, 2 dənə kvadrat, bir üçbucaq və 2 dairə bərabərli 3 dairə, daha doğrusu üzr istəyirəm, tərəf-tərəfə toplama deyirəm. Deməli, bunları toplasaq, bərabər olacaq 3 dairə və 3 dairə